Qoy qulaq assınlar bizim bu Azərbaycanlılar və Türkiyədə. İndi baxın görün, Pezeşkiyan, İranın prezidenti bugün İranda, orada ermənilərlə bir yerdə konsertdə olurlar. İranda ermənilərlə bir yerdə farslar bayram eləyirlər. Bu Məhərrəmlik günü görün. Orada da göstərir, orada bayramı göstərir. Oradan da göstərir ki, erməni bayrağı aydın məsələdir. Bir yerdə şadlanıb şılıq atırlar ermənilərlə bir yerdə. Oradan da Pezeşkiyan yığıb bir neçə dəstə Məkkədədir, hardadır? Ya Hüseyn, ya Ali. Aydın məsələdir. Döyün, mən demirəm. Bu insan bir dəfə də orada şiəsən, nəsən, sünnisən, kimsən, nə kisən, mən ayıbdır. Bir kişi olun, bir müsəlman kimi olun da, müsəlmanın da mənasını bir başa salmayıbsınız. Nə İslamı başa salırsınız, nə Quranı, nə orucu, nə hacı nə deməkdir, nə Qurban bayramı, heç nədən, heç bilmirsiniz nəyə görədir, mənası nədir? Ay bədbəxtlər, orada döyürsən, özünü göstərirsən. Döy günər, mən bir şey deyəm. Amma sən bir dəfə niyə döymürsən? Bilən də bu sözü. Elə bil ki, o ya Hüseyn deyəndə bunların ağzında şokoladdır. Ya Natiq Qasımov, ya Natiq, ya Polad Həşimov, ya Mübariz İbrahimov, ya Albert Ağarunov, ya Kərim Əliyev. Hansının adını çəkim? Nədir? Ağzınızda acı bibardır. Elə bir ki, qara istotu doldurublar ya ağızlarına. Bir dəfə demədi ki, bizim Türkiyə azadlığında birinci Babək gedibdi. Bir Babəkə ya Babək deyək. Niyə? Ərəblər gəlib arvadlarınızı aparırdı, zorluyurdular Türk qadınlarını, Azərbaycan qadınlarını, ümumiyyətlə Türkləri. Uşaqların başını kəsirdilər. Oldular Tanrının adamı və müsəlmandılar. Amma Babək xilas edir ki, aparıb zorlamasın Türk qadınlarını, Türk uşaqlarının başını kəsməsinlər. Buna kafir deyirlər, Allahsız deyirlər. Pezeşkiyan, sən o Babəki abidəsini orada qoymalısan və onun belə, ya Babək, bizim yolumuzda sən bizə o millətimizin birinci nöqtəsini qoyan o olub, xilas etməyin Babək. Niyə adamlar? Yaxşı, Babəki oldu, demədi. Bugünkü türklər 20 yaşında uşaqlar, alçaqlar, 20 yaş, mən bütün dünyaya deyirəm, o alçaqlar var, otururlar Avropa parlamentində qanun qayda. Beynəlxalq aləmində mən Avropalılara, Finlərə, Norveçlərə dedim ki, siz qanunu dəyişin, 60 yaşında kişilər müharibəyə getsinlər. Yəni 20 yaşında uşaq nə görübdür? 18 yaşında, 30 yaşında. 40 yaşında adam gedib döyüşər, ölər. Təzə evlənib, bir dənə bir uşağı olsun, bir nəsli olsun, nəvəsi olsun. Keçmişi, Allahın o yazdığını, dediyini siz hamınız ona görə Tanrı cəzalandırıbdır. Tanrı deyib ki, döyüşə, müharibəyə babalar gedir, atalar gedir, oğullar gedir, sonra nəvələr gedir. Siz bugün Tanrının o sözlərini, Amerikadır, Fransadır, İngilisdir, bütün o alçaqlar unudublar və bizə də, müsəlmana da yer etdilər. Qanun qayda neçə yüz il qabaq qəbul olunub ki, yəni indi cavan uşaq getməlidir. Birinci nəvə getməlidir, ikinci uşaq getməlidir, üçüncü nə bilim qismət olsa atası gedəcək. İşə bax, 16 yaşında uşaq, o alçaq, o Xameyni ermənidən olan, iblisdən olan 12-13 yaşında Azərbaycanlıları bağlayırdı dinamitə. Niyə bir dənə onlara demirsiniz? İranda, niyə demirsiniz? İranda o 12 yaşında uşaqlara, ya 12 yaşlı uşaqlarımız, ya 15 yaşlı uşaqlarımız getdiniz, şəhid oldunuz İraqda.
Xameynin boynu yarısı. O avtomatı verin geçsin də. Fransız, İngiliz alçaq, Amerikada alçaq. Mən o Avropalılara dedim. Dedim arvadlarınızı qucaqlayıb yatırsınız yorğan döşəkdə. Yalandan da bir ağlayırsınız. Uşaqlarınız orada ölür. Get də, nəslin var, kökün var. 20 yaşında uşaqdır. Bu gedib ölür, nə yaşadı, nə həyat gördü, nə arvad uşaq gördü, nə nəsil gördü. Nə işlədi, nə sevindi, nə həzz aldı, gedib ölür, deyir, hə də, cənnətə düşür. Cənnətə sən get, 60 yaşındasan. Bax, indi mən ölsəm, gəbərsəm, yox, 70 yaşımızı keçmişik, ölmək pozor deyil, ayıb deyil. Yaşayıbsan da. Sən ölməlisən, 60 yaşında da kişi vuruşa bilməz. 60 yaşında kişidən 10 manat pul al, bir ay verməklə baltanı alıb nəslinizi doğrayacaq. 20 yaşında uşağa forma verər, o 60 yaşında. Fransuza deyirəm ha mən, İtalyana deyirdim, İngilisə deyirdim. Deyirdim, siz deyirsiniz ki 60 yaşında necə qaçacaq? Sizi 3 ay hazırlasam, 20 yaşında uşağa siz dərs keçərsiniz. Amma indi uşaq getsin ölsün də, uşaq niyə ölməlidir? Nə görübdür ki, niyə ölə? Getsən öl də, niyə sən öləsən? Hə? Xameynidir, nə bilim Trampıdır, nə bilim Makronudur, bu birisi. Niyə istəmirsiniz öləsiniz? Hə? Uşaqlar ölməlidir. Ona görə deyirəm ki, yəni o deyirsən ha, Pezeşkan, dünən ya Mübariz İbrahim, ya Polad Həşimov, Kərim Əliyev, ya uşaqlar gör ki, vətəninizi qorumağa gedir. Bir dənə molla demiş ki, axı o pilonu gedib önünün üstündə pilo yeyirəm ha. O əldə də o Quranı şey eləyiblər, hənət eləyiblər, Quranı tutub başında, hə, Allah xoşbəxt eləsin. Gedir ölünün üstündə də oturur deyir, hə, belə oldu, elə oldu, ərəbcə oxudu. Bir də gözəl söz danışır. Azərbaycanca danış, türkçə dilən. Sən niyə düşmanı türkü? O ərəbin dilində danışır ki, ərəb gedir uşaqları atır eşşəyin altına. 48 yaşında uşağı götürür zorluyur. Nə bilim eşşəyin altına qadınlar atır. Gedib onun dilində kitab oxuyurlar. Onlar zibil yeşiyinə atırlar o kitabı da hələ. Görübsünüz ərəblər? Ay bədbəxtlər. Ərəb heç tanımır. Yas nədir, nə Hüseyin nədir, nə əldədir? Bu düşüb türkün şeyinə. Türkün mollası. Bugün gedirsən pilo yeyəndə bir dəfə də denən da, ya Polad Həşimov, deyirsən, ya Natiq Qasımov. Bayırda görüm hələ bir dənə samavar, xurma qoyubsuz çayla, bir eysan verəsiniz. Eysan nə mənədir? Bir dənə demir Polad Həşimovdur. Bizim Əliyevlər, qəhrəmanlar, 15-100 dənə ermənini, düşmanı öldürənləri gedir deyir, 1500 qabaq nə olubdur? 1500 il qabaq olubdur, yad elə. Sənə bir şey demirlər ki. Və sən bugünkü bu 5 il qabağın, 15 il qabağın bu şəhidləri yad niyə eləmirsən? Nəyin ki, nə marağın var? Siz bugün bir dənə demirsiniz, ya Polad Həşimov, ya Mübariz İbrahimov, Rembo, görün nə oğullar. Necə bağışlamaq olar sizə? Molla, necə oturursunuz siz? Məsciddə onlara bir eysan verirsiniz, şəkillərini çıxardın, bayırda vurun o qəhrəmanları və eysan verin. Amma yox, qara bayraq. Ay kişi, siz onların hesabına. Bugün mən sizə deyirəm, nə Polad Həşimov, nə Aqarunovlar, nə Rembolar, bunlar olmasaydılar, siz o pilonu yeyə bilərdin. Sən bugün ya Hüseyin deyə bilərdin. Mən sual verim, ya Ali, ya Hüseyin deyə bilərdiniz, ay Pezeşkan, ay nə bilim, mollalar, türklərin, Türkiyənin, ay türklər, ay sizi nə deyim, sizə Tanrı ağıllı bir xalq kimi gətirdi dünyaya və bütün dünya qəbul edir ki, sivilizasiya türkdən gəlir. Siz bir dənə böyün Avropada bir təkliflər verməkdən ki, necə xilas edər, necə müharibə olmuyor, dururlar, düşürlər ərəbin ağlına. Ay kişi, ay türk, bunu Tanrı bizə verib, o Quranı, Toranı da, Bibliyanı da.
Bax, burada da bütün müsəlmançılıq, İslam, xristian hər şeyi verib bizə. Biz göstərməkdən. Bizə Kanada gəlib, mən yenə də deyirəm, mən elə bir imkanlar var idi. Yəni Kanadalılar görəndə az qala qabağımda utanırdı yeriməyə. Siz bu gün necə Kanada bilirsiniz, Avstriya bilirsən, Norvegiya bilirsiniz qardaş. Eşidin, ay Türk. Onlar mənim qabağımda az qaldı 100 dəfə deyərkən, bir deyin necə bu olmalıdır, necə? Siz bugün hər imkanınız var da, mənim imkanım yox idi. Mən elə vəziyyətdə idim ki, yəni çox şey eləyə bilməzdim. Ona görə o vəziyyətdə, nelegal vəziyyətdə mən Avropada bəzi şeyləri elədim. Tarixçidən də çox, alimindən də çox işlər gördüm. Türkü tanıtdırdım, Türkü yəni göstərirəm, Türk kimdir? Siz bugün gedib ərəbin qabağında əyilibsiniz. Niyə Türkiyədə demirsiniz, ya Mübariz İbrahimov, ya Natiq Qasımov, bütün ya Polad Həşimov deyin də. Nə oldu? Ağzınızda qara bibardır. Bibardır qara, amma ya Hüseyn gəndə şokoladdır. Marmalatdır, ha? Nə olar? Olsun. Ya Hüseynin ağzınızda şokolad olsun. Mən bir şey demirəm. Amma bugünkü xilas ediblər bizim şəhidlərimiz. Onlar nədir bəyəm? Şokolad ola bilməz. Onlar deyəndə acı bibar olur. Axı onların sayəsində onlar döyüşüb azadlığı gətirib və bugün siz onların hesabına Polad Həşimov kimi onların hesabına siz deyirsiniz ya Hüseyn ya Əli. Onların hesabına. Bax, bu qədər. Pezeşkan, eşitdin?